Naxçıvanda yol polisi əməkdaşlarının sürücüləri cərimələmək üçün müxtəlif ağlasığmaz vasitələrdən istifadə etdikləri iddia olunur. Gündəlik Naxçıvanda dərc olunan yazıya görə buna səbəb yol polisi əməkdaşlarına qoyulan gündəlik cərimə planını doldurmaq əmridir. Bir qrup sürücü və yol polisi əməkdaşı portala bildirib ki, onlardan ən çox tələb olunan gündəlik bir neçə sərxoş sürücü tapıb cərimələməkdir. Bu mümkün olmadıqda isə onlardan ayıq sürücüləri hansı yolla olur olsun sərxoş çıxarmaq tələb olunur. Şərur rayon sakini Məmmədov deyir ki, Naxçıvan Sədərək magistral yolunda polislər onun avtomobilini saxlayıb, sərxoş olduğunu boynuna almağı tələb ediblər. Stat: Mən ümumiyyətlə spirtli içki qəbul etmirəm. Dedilər buraya qol çək ki, içkilisən. Mən razılaşmadım. Əllərindəki kiçik şüşəni ağzıma tutub dedilər ki, bununla ağzını yaxala. Sonra dərhal nəfəsini cihaza üflə. Şüşədəkinin nə olduğunu